Sözün əsl mənasında, dəyərli izləyicilərimiz, bugün sizlərə bir bağ evinin və villanın təqdimatındayım. Onu vurğulayım ki, bura Mərdəkan deyil, bura Bilgət deyil, bura şəhərin tam yaxınlığında 20 yanvarla 8 kilometr məsafədə yerləşən Masazırdır, dəyərli izləyicilərimiz. 5 sot torpaq sahəsində inşa edilmiş 180 kvadrat bir mərtəbə 4 otaqlı villamızdan danışacağım. Villa deyiləndə çox adam fikirləşir, ay 5 mərtəbə, 4 mərtəbə. Xeyr, villanın özü elə yaşayış üçün hər bir şəraitin olduğu mükəmməl bağ evi deməkdir. 5 sotda inşa olunub, gördüyünüz kimi dekorativ ağaçlarımız da mövcuddur. Bu evimizdə yay hovuzu, qış hovuzu, sauna, sanitar qovşaqları kifayət qədər yetərincə var. Dəyərli izləyicilərimiz, gördüyünüz bu solda tikilimiz bizim həyətyanı sanitar qovşağımızdır və bu hissədə yerləşir qış hovuzu ilə saunamız. Dəyərli izləyicilərimiz, qiymət bugünkü gün əmlak bazarını nəzərə alsaq, torpaq sahəsini və tikili keyfiyyətini nəzərə alsaq, standart qiymət qoyulub. Yəni artıq qiymət qoyulmayıb. Çünki bu evimiz bugünkü gün burada torpağın qiymətini nəzərə alsaq 285 min azayına sahibi tərəfindən deyilir. Paket kupçadır. Real alıcılarımıza endirimlər olunacaq. Keçid edirəm sizlərə az öncə vurğuladığım sauna və qış hovuzu hissəsini. Gördüyünüz kimi balaca bir hovuzumuz var. Evimizdə yaşayış yoxdur, aydın məsələdir. Təmizlik işləri görülməlidir evimizdə. Və gördüyünüz kimi kömürlə işləyən saunamız var. Qış ayları üçün çox gözəl, əlverişli bir şəraitdir. Dəyərli izləyicilərimiz, evimiz qoşa daş möhtəşəm tikilidir. Bu isə bizim yay ayı üçün nəzərdə tutulmuş yay fəsilləri həyətyanı hovuzumuzdur. Evimizin sol tərəfindən arxasına keçid mövcuddur, dəyərli izləyicilərimiz. Vaxtınızı çox almayacağım. Masazırda Tam Store marketin tam yaxınlığındadır. 300-400 metr ana yola məsafəsi var. Bax, evimizə keçid etməmişdən öncə sizlərə bu hovuz hissəsini göstərim və şəlaləsi. Dəyərli izləyicilərimiz, gördüyünüz kimi palma ağaçları və şam ağaçları tarqov tametləri ilə evimiz bəzədilib. Bura bizim eyvan hissəmizdir və gördüyünüz kimi manqalnisi və geniş eyvan. Buradan da kuxniyə keçid var, mətbəxə. Üzr istəyirəm. Gəlin sizlərə evimizin daxili təqdimatını göstərim. Hansı ki çox mükəmməl təmirə malikdir. Dəyərli izləyicilərimiz, istipol döşəmədir. Geniş və çox möhtəşəm dizayn olunmuş evimiz. Bura bizim elektrik yuvamızdır. Gördüyünüz kimi çox səliqəli də qurulub evimiz. Gördüyünüz kimi qoşadaş az öncə dedim, hündür tavan hissəsi var. İlk öncə mətbəxini sizlərə təqdim edeyim ki, hansı ki bugün əmlak bazarında bəzi evlərin qonaq otağı boydadır. Yəni bu evdə mətbəx hissəsindən narazılıq heç kim eləyə bilməz. Çünki çox genişdir və dekorativ işıqlarla bəzədilmiş evdir, dəyərli izləyicilərimiz. Qonaq otağına keçid edeyim bu hissədən sizlərə. Qonaq otağımız sözün əsl mənasında elə qonaq otağıdır. Çünki genişliyi harca 40-50 kvadrat olar. Divar kağızları möhtəşəmdir və TV stenti çox gözəl, yəni əsl bu evə uyğun təmir mövcuddur bu evimizdə. Dəyərli izləyicilərimiz, əlaqə saxlayın, bu evimiz satışda çox qalmayacaq. Çünki yəni yola yaxın həyətyanı hissəsinin belə bir geniş olmağı çox möhtəşəmdir, fikir verirsinizsə. Çox ecazkar görünüşü var, adi və belə bir dekorativ şəkillərin də çox möhtəşəm görünüşü var. Ümumi sanitar qovşağını sizlərə təqdim edeyim ki, duş kabini, unitazı hamısı qaydasındadır, dəyərli izləyicilərimiz. Yataq otaqlarına keçid edirəm. Yataq otaqlarımız möhtəşəmdir, genişdir və çox da gözəl aurası var otaqlarımızın. Onu vurğulayım ki, bütün yataq otaqlarının pəncərələri öz həyətyanı sahəsinə və elektrik kondisioner xəttləri də mövcuddur, dəyərli izləyicilərimiz. Bu isə bizim digər yataq otağımızdır, gördüyünüz kimi. Əlaqə nömrələrimiz 050 070 703 0033 əlaqə saxlayın ki, bu ev satışda çox qalmayacaq. Bu isə bizim valideyn yataq otağımızdır, TV stenti və bu otaqdan da ayrıca sanitar qovşağı var ki, hansı ki ev üçün nəzərdə tutulub, yataq otağı üçün, dəyərli izləyicilərimiz. Əlaqə saxlayın, bu ev satışda çox qalmayacaq.
özünə möhtəşəm ev axtaran izləyicilərimiz bizlə əlaqə saxlasın.